Alış-veriş tez-tezmi edirsiniz? Bəli. Nə qədər alırsınız? Sosial mediadan alıramsa, onda endirim olanda çox alıram, endirim olmayanda almıram. Ayda nə qədər alırsınız misal üçün? Nə bilim, baxır da ehtiyacım olmasa da xoşuma gəlir, alıram yenə o cür. Gedib məsələn mağazalardan gedib baxmağı sevmirəm. Çünki geyin, soyun, geyinsən heç xoşlamadığım bir şeydir. Ehtiyac olduğu halda alırsınız, yoxsa ehtiyac olmadığı halda da alırsınız? Ehtiyac olduğu halda alıram, çünki tələbəyəm. Paltar aslanın özümə görə yox. Demirəm, ildə 1-2 dəfə edirəm ki, öz geyimlərimə mən diqqətlə nəzarət edirəm. Dünya bugün insanları, vətəndaşları ehtiyac olmadığı halda alış-veriş etməkdən çəkinməyə çağırır. Səbəbsə budur ki, ehtiyac olmadığı halda paltara, ayaqqabıya, çantaya pul xərcləmək əslində psixoloji bir xəstəlik hesab olunur. Bu nədir Nuriye? Qlobusdur Mustafa müəllim. Başa düşmürəm. Daha nəyə başa düşmək istəmək ki? Bir həftə sən döyüldün buna yazı baxan. Bəs axı hansı pula sən bunu aldın? Nəyə lazımdır? Gedək. Şopogalizm bu termin qeyri-şuri surətdə mağazadan alış-veriş etmək xəstəliyi mənasını verir. İnsanın əhval-ruhiyyəsindən asılı olaraq yaranan bu vəziyyət şəxsin sosial və maliyyə həyatına ciddi təsir göstərir. Psixoloqlar deyirlər ki, bu vərdişin kökündə duyğusal travmalar dayanır. İfrat dərəcədə alış-verişə əgər ki meylimiz varsa, bu psixologiyada impulsiv alış-veriş etmə davranışlarına, problemlərinə, pozuntularına girə bilər. Bunların əgər ki biz özümüzü kontrol edə bilmiriksə, büdcəmizi finansal olaraq çətinə salırıqsa və burada hansısa bir kədərimizi, yalnızlıq duyğumuzu ya da hər hansı bir negativ duyğumuzu bastırmaq üçün, emosiyalarımızı bastırmaq üçün buna əməl eləyiriksə, bu daha çox o zaman problem olaraq özünü göstərə bilər. Ehtiyac olmadan edilən alış-verişlər büdcəyə də mənfi təsir göstərir. Marketoloqlar deyirlər ki, beynəlxalq təcrübədə bu barədə maariflənmə işləri aparılır. Hansısa bir markanın loqosu, yazısı insanın biliyini, savadını, şəxsiyyətini ön plana çıxartmır. Və hal-hazırda dünyada bir çox ölkələrdə insanlar əsasən daha markaya deyil, keyfiyyətə və büdcəli geyimlərin alınmasına yönəliblər. Hal-hazırda ölkəmizdə də bu tipli markalar var, hansılar ki, büdcəli markalardır. Bu ucuz markadırsa, o demək deyil ki, bu həmən ucuz markadan zövqlü geyinə bilməz. Məsələ insanın zövqünün bahalı olmasıdır. Mütəxəssislər deyirlər ki, dünyada yeganə antidepressant geyim alış-verişi deyil. Həyatdan zövq almaq istəyirsinizsə, teatra, kinoya, kafe və restoranlara da üz tuta bilərsiniz. Hətta pul xərcləməmək üçün belə əyləncəli mühiti evdə də yaratmaq olar. Gülnayıl Qarqızı, Zaur Həşimov, Telesəhər.